Axşamınız xeyir dostlar. Bu axşam sizə payız bülbülü quşunun iyul sərgüzəştlərindən danışacağam. Qoca sərçə payız bülbülü quşuna dedi: Yeni ildən bugünə qədər düz 6 ay keçib. 6 ay, yəni düz yarım il arxada qalıb. İndi iyul ayındayıq. Yay fəslinin tam ortasındayıq. Meşənin bütün sakinləri üçün, xüsusilə balalar üçün ən bərəkətli ay iyul ayıdır. Hava istidir, yemək boldur. Bütün canlılar xoşbəxtdir. Verdiyin biliklər üçün təşəkkür edirəm. Bala quş qanadlarını çırparaq ətrafda baş verənləri öz gözləri ilə görməyə getdi. Artıq bir yerdə yuva qurmalıyam. Bala quş düşündü. Hansısa ağac oyuğunda qala bilərdi, amma meşədəki bütün koğuşlar və oyuqlar dolmuşdu. Hamısında quşlar yuva qurub, balalayıb, balalarını böyüdürdü. Bəzi yuvalarda yumurtadan yeni çıxmış, hələ gözləri belə açılmamış balalarla qarşılaşdı. Bala quşlar yavaş-yavaş tüklənirdi. Sarı tükləri görünürdü. Bəzi quşlar isə yuvanın içində oynaşırdı. Amma hamısı səhərdən axşama qədər sarı dimdiklərini açaraq cikkildəşir, analarının yem gətirməyini gözləyirdilər. Ana və ya ata quşlar bütün gün yem axtarırdılar. Milçəkləri, böcəkləri, tırtılları, kəpənəkləri tapıb ac balalara yedirir, yenidən yem axtarmağa gedirdilər. Bu qədər əziyyətə baxmayaraq heç kəs şikayətlənmirdi. Əksinə, bütün quşlar sevinç içərisində cəhcəh vurur, nəğmə oxuyurdu. Uçmaqdan yorulan bala quş öz-özünə düşünürdü. Bu üç balanı yemləməyə kömək edə bilərəm. Dimdiyi ilə bir kəpənək tutdu və çınar ağacının başındakı sığırçın yuvasına qondu. Yuvadakı bala ac gözlərlə bu yad quşun nə gətirdiyinə baxırdı. Payız bülbülü quşu dimdiyindəki kəpənəyi sığırçın balasının geniş açılmış ağzına qoydu. Sığırçın balasının ağzı böyük idi, amma kəpənək də çox kiçik değildi. Bala bir neçə dəfə udqunmağa çalışdı, amma bir şey alınmadı, çünki kəpənək boğazına ilişib qalmışdı. Sığırçın balası başını yelləməyə, ağzındakını çıxarmağa çalışır, amma bacarmırdı. Artıq çətinliklə nəfəs alırdı. Payız bülbülü quşu çox qorxdu. Ətrafda da kömək istəməyə kimsə yox idi. Elə bu vaxt ana sığırçın qəzəblə uçub gəldi. Balasının ağzına dimdiyini soxaraq kəpənəyi çəkib çıxardı. Sən necə quşsan? Belə bir şey necə etdin? İcazəsiz başqasının yuvasına qonmusan. Az qala zavallı balamı öldürmüşdün. Bu boyda kəpənək onun kimi kiçicik bir balanın boğazına necə sığışsın? Bax, heç qanadlarını belə qoparmamısan. Payız bülbülü quşu çox utandı. Üzr istəyərək yuvadan uçdu. Başqa ağaclara, budaqlara qondu. Bütün gün meşədə dolaşdı. Amma sığırçın balasının başına gələni heç cür unuda bilmirdi. Sən demə yaxşılıq etmək istəyəndə də çox böyük pislik etmək olarmış. Ona görə də bala quş diqqətli olmalı, başqalarının həyatına hörmətlə yanaşmalı idi. Bu, bala quş üçün çox vacib bir dərs idi. Bir daha belə yanlış iş görməmək üçün həmişə diqqətli oldu. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.